İkinci Dünya Müharibəsindən sonra bütövlükdə şərqdə və konkret olaraq yaxın şərqdə ilk dəfə azadlıq bayrağı qaldıran Cənubi Azərbaycan xalqı oldu. İran Azərbaycanı hələ bu inqilaba demək ki 39-cu ildən hazırlaşırdı. Kətlərdə feodalları döyürdülər, ərbabların, jandarmların tüfənglərini, silahları əlindən alırdılar. Sonra Sovet ordusu hissələri ki, İrana daxil oldu, Qızıl Ordu deyirdilər də, Sovet ordusu hissələri İrana daxil olandan sonra İran inqilabçıları biraz da dirçəldilər. Niyə dirçəldilər? Ona görə ki, şah vaxtında ən demokratik fikirli adamların hamısını tutmuşdular, həbsxanada idi. Sovet ordusu hissələri gələndə birinci dəfə həbsxanadan o demokratik fikirli adamları azad elədilər, buraxdılar. O demokratik fikirli adamlar öz ideyalarını həyata keçirmək üçün bir tərəfdən də Sovet ordusu orada müdaxilə eləyib, orada oturduğu üçün, orada fəaliyyət elədiyi üçün bu demokratik fikirli adamların demək ideal mübarizə dövrünə təsadüf eləyir və Azərbaycan demokratları, ziyalıları, kəndçiləri, fəhlələri bütövlükdə qoşulurlar bu azadlıq hərəkatına. Bir neçə aydan sonra bu islahat işləri başladı, kəndir götürdülər, ip götürdülər, torpaqları iplə ölçdülər, kəndçilərə torpaq payladılar, verdilər, belindən ölçən kim, iplə ölçən kim, ayaqla ölçən kim, bax belə böyük islahat işləri başladı inqilabdan sonra. Birinci islahat işi o idi ki, Azərbaycan dili məktəblərdə, universitetlərdə, idarələrdə, müəssisələrdə, hər yerdə dövlət dili hesab olunur. Və bu xalqın böyük bayramı idi. Bu xalq bunu 100 il idi gözləyirdi ki, bunun ana dili axır ki bir dövlət dili olacaq və inqilab, 21 Azər inqilabı bu Azərbaycan dilini, Azərbaycan xalqının bu arzusunu demək yerinə yetirdi. Torpaqların paylanması, sonra demək ki, universitetin açılması, karxanaların, zavodların, fabrikaların yenidən qurulması, fəhlələrə iş hüquqi, qadınlara iş hüquqi vermək, bunların hamısı demək, mənim gözümün qabağında olub. Biz özümüz bunlarda iştirak edirdik, gedirdik rayonlara. Bizim zabitimiz yox idi. Zabit kadrlarımız yox idi. Var idi Tehrandan gələn, yaxud Tehran zabitlik məktəbində oxuyub qurtaran, inqilab vaxtı Tehrandan qaçıb bizə qoşulan, bunlar var idi, amma çox az idi zabit. Odur ki, Pişəvəri, demək, Milli Hükümətdə belə qərara gəlir, demək, Bakı ilə Şimali Azərbaycan rəhbərləri ilə danışır ki, bizə zabit kadrları lazımdır. Bunları bizə kömək eləyin. Bunu da sağ olsun Mirzəfər Bağırov o zaman bizdən 200 nəfər ən sağlam, ən belə qəddi qəvvarəli, sonra ən belə zirəng uşaqlardan 200 nəfər qəbul elədilər. Mən də onların içində demək biz Bakıya gəldik. Mən işdən çıxanda, Mərkəzi Komitənin işdən çıxanda ki, sabahı gün gedəcəkdik Bakıya. Firidun İbrahimi ilə bir yerdə Pişəvəri otaqdaydılar. Mən getdim sağollaşmağa. Pişəvəri dedi ki, sən məktub yazmışdın Təbriz Zabitlər Məktəbinə girməyə. Dedim, hə, yazmışam. Dedi ki, onda biz səni göndəririk. Dedim, hara? Bu zaman Firidun İbrahimi cavab verdi ki, biz sizi göndəririk Qızıl Bakıya. Başınızı qızıl eləyəcəksiniz, oxuya-oxuya. Qayıdıb Qızılbaş ordusuna Təbrizdə qulluq eləyəcək. O 3 qızıl mənim yadımdadır. Biz gəldik Bakıya. Gəlməyimizin də çox zatları yollarda bizi əvvələn gizli gətirdilər. Yük qatarında, yük vagonlarında gətirdilər ki, bizi kənar adamlar görməsin, çünki bu tədbir yarım legal tədbir idi. Bizə də tapşırmışdılar ki, çox görünməyin, ondan pəncərədən qapını açıb çox baxmayın. Səhər tezdən Culfanı keçdiyi qatarımız. Culfanı keçən kimin gördük ki, bir dəstə uşaq qatarın
qırağı ilə qaçır, qışqırırlar. Biz bilmirik nə deyirdilər. Çünki orada qatar başı yuxarı gedir, bir yer var. Biraz ağır gedir. O uşaqlar da bizim yanımızda qatarın yanında qışqırırdılar, çörək, çörək, çörək. Mən dedim ki, bu nə məsələdir? Bunlar bəlkə bizi yoxlayırlar ki, bizim imanımız, dinimiz, zadımız nədir? Orada bir nəfər vardı, dedi ki, bu müharibə qutarandan sonra hər yerdə çörək qıtlığı var. Yəqin ki, bu kənd uşaqlarıdır. O gəliblər çörək, həm də biraz oyuncaq kimi baxırlar bu işə. Bizə də Təbrizdən böyük, iri çörəklər qoymuşdular. Belə köpmüş, iri ağ çörəklər idi. Əlüyü basırdın, nədir, avtomat kimi əlüyü qaldırırdı. O qədər yaxşı. Biz əvvəl bir-iki dənə atdıq, gördük, uşaqlar qaçdı çörək dalısıca, inandıq. İnandıq, ondan sonra hamı, 200 nəfər. Kimin çörəyi qalmışdı, girdə çörəklərdi, atırdıq, dığırlara gedirdi, uşaqlar gedirdi, götürürdü. Getmişdim Kapitan Rəsulovun yanına. Kapitan Rəsulov dedi, eşitdin? Dedim, nə? Dedi, dünən radioya qulaq asmayıbsınız gecə qazarmada. Dedim, yox. Dedi, onda get, uşaqları yığ, takımı yığ, gəlirəm. Getdik, takımı düzdük, fərağat komandası verdik, Kapitan Rəsulov gəldi. Dedi ki, əziz oğullarım, siz oxumağa gəlmişdiniz. Yaxşı da başı ucalığından oxudunuz. Çox yaxşı, əlaçı təhsil alıbsınız. Amma düşmən öz işini gördü. Demək, Cənubi Azərbaycanda qurulan milli hükümətə hücum oldu, şahlıq ordusu tərəfindən. Ondan sonra xarici imperiya dövlətləri də ona kömək elədi. Odur ki, milli hükümət süqut elədi. Amma siz öz təhsilinizi davam etdirəcəksiniz. Ki, bundan sonra bizim ümumi əhval-ruhiyyəmiz, o yüksək, romantik zadımız, nədir, fədakarlığımız get-gedə zəiflədi. Get-gedə zəiflədi. Elə uşaq olurdu ki, gecə öz yorğan döşəyində ağlayırdı, hıçqırıq səsi gəlirdi. Demək, biz minamyot takımındaydıq, bizim qonşumuz da topçuluq takımı idi. Topçuluq takımında Kürdlər var idi, o Kürdlər dedi ki, biz qayıdırıq. Bir zamanki milli hükümət Azərbaycanda və Kürdistanda da Məhəmməd Qazinin milli hüküməti süqut eləyib, biz də burada qalmağımızın o qədər əhəmiyyəti yoxdur, biz qayıdırıq. Bizi düzdülər iki sıraya üzbəyüz, gedənlər və qalanlar. Bizim kompani dərbəndimizdə, küçəmizdə bir nəfər Hüseynzadə adında oğlan var idi, o gedirdi. Mən məktub yazdım ki, ana, nigaran qalma, mən də bir 2-3 aydan sonra gələcəm. Daim belə məsləhət gördü ki, nigaran qalma. Məktubu verəndə o oğlana, o kursanta, bunu Polkovnik Hacıyev gördü. Gəldi, məktubu aldı, baxdı, belə göstərdi mənə ki, nə yazıbsan, verirsən ona. Dedim, anama yazmışam ki, nigaran qalmasın. Bu bizim məhəllədə yaşayır bu oğlan. Belə açdı mənim cibimi, hərbi paltarımı, soxdu məktubu ora, qulağıma dedi ki, sən onlardan tez gedəcəksən. Sən demə bu yazıqları General Atakişiyevin göstərişi ilə bunları çox yalvarırlar ki, getmiyoruz, axır gedirlər. Demək, aparırlar Yevlağa, Yevlaqda bir həftə saxlayırlar, sonra verirlər Şəkiyə. Şəkidə də bunlar bir neçə ay qalır, axır üsyan eləyirlər, gedirlər Stalinin heykəlinin qarşısında etiraz mitingi keçirdirlər ki, biz vətənimizə getmək istəyir. Sonra General Atakişiyevin göstərişi ilə bunları Sibirə göndərdilər. Dərd olmuşdur elində mənə, ağladım bir naşı güləndə mənə, heç kəs ağlamasın öləndə mənə. Mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam. Mən gərək sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha. Dənizlər, dəryalar mənə dayazdır. Ən dərin bir çay var, o da Arazdır. Mənə görüş verin, azadlıq azdır.
görüşsəm ayrılmaq bilmərəm daha. Mənim saadətim hardasa itdi, o asan gəlmişdi, asan da getdi. Mənə nə etdisə saadət etdi, bədbəxt saadətə